Əjdər İsayev bildir ki, baxıram Sabaha düşmən gözlə baxırlar. Niyə? Və bir dənə Qarabağımız var, bir də yerli futbolçu yoxdur, Sabaha uğurlar. Düşmən gözlə deməzdim. Məncə düşünürəm ki, artıq Qarabağa da yaxın gələcəkdə soyuq münasibətləri hiss edə bilərsiniz azarkeşlərdən. Çünki Qarabağı uğurları ilə bərabər Qarabağı azarkeşlərə sevdirən, həm də komandanın heyətində zaman-zaman ən azı 4-5 Azərbaycanlı futbolçunun olmağı idi və Avrokuboklara başlayanda, komanda uğurlu yola başlayanda, hətta heyət bütünlüklə Azərbaycanlı futbolçulardan ibarət idi. Yalnız bir Admir Teyli var idi. Və bu istərsiniz bir mənəvi bağ yaradır azarkeşlərlə. Amma getdikcə tədricən bu bölünmə olacaq. Düşünün ki, son 2-3 ilə qədər, hətta ötən mövsümdə komandada ən azı 2-3 Azərbaycanlı var idi və o Azərbaycanlılar qatqı qatırdılar. Yəni, ilk dəfə Çempionlar Liqasının biz qrup mərhələsinə deyək ki, Mahir Əmrəlinin qolu ilə düşmüşdük. İkinci dəfə Çempionlar Liqasına Nərman Axundzadənin məhsullar ötürməsi var idi, Musa Qurbanlının qolu var idi. İlk dəfə deyək ki, Vüqar Nadirovun Sentiyeti ilə baxımlı qolu bizə xal gətirmişdi. Yəni, bu kimi nümunələr çoxdur da. Bizim xatırlamağa çalışıram. Visla ilə səfər oyununda vacib qələbəmiz var idi. Vüqar Nadirovun qolu var idi. Visla ilə Bakıda fantastik oyun var. İğnə atsan sözün həqiqi mənasında Tofiq Bəhramov da yerə düşməzdi. 3-2 qələbə qazandıq. Əfran İsmailovun məhsullar ötürməsi, klas ötürməsi deyərdim. Rauf Əliyevin baş zərbəsi, Əfranın qolu, Rəşad Sadiqovun Georgi Adamiyyə bir əla ötürməsi. Yəni, Azərbaycanlı futbolçuların imzası var idi. Rəşad Sadiqovun Rusenburqa vurduğu cərimə zərbəsindən qolu, Vaqif Cavadovun Tiventi ilə oyunda göstərdiyi o performans. Yəni, belə nümunələr nə qədər saysam çoxdur da. Və bu Qarabağı milliliyə çevirmişdi. Sanki bir milli yığma komandaya çevirmişdi. Və ətrafında dayanmadan bu sevgi artırdı. Mən bənzədirəm hər zaman Qarabağı nəyə? Qalatasarayın UEFA kubokunu götürdüyü ilə. Qalatasaray niyə Türk dünyasında sevildi? Türkiyədə daha çox sevildi o dönəmlər. Bəli, UEFA kubokunu qazanmaq birinci məsələ idi. Amma həm də heyətində Bülent Qorxmazlar, Hakan Şükürlər var idi. Həmçinin o səviyyəli legionerlərlə bərabər ən azı 5, 6, 7 kifayət qədər yaxşı türk futbolçular da var idi. Bu bir milli kimlikdir, bir milli bağ yaradır, mənəvi bağ yaradır. Bugün istər-istəməz düşmən kimi deməzdim, bir soyuqluq yaradır klublarımıza qarşı. Mən bunu təbii qarşılayıram. Mən əslində açıq özüm də deyim ki, etiraf edeyim, qazanılan qələbələr mənə tam da hopmur. Təbii ki, ölkəmizi təmsil edirlər, bayrağımızı təmsil edirlər, sevinirik, hər birini təbrik edirik, qələbələrin ardı gəlsin, ziyanı yoxdur. Amma təbii ki, o millilik aspektindən baxanda hamımız üzülürük ki, kaş bu komandalarımızın heyətində Azərbaycanlı futbolçular da olardı və ola da bilərlər. Niyə? Çünki biz nümunələr görmüşük ki, zaman-zaman elə Qarabağ qeyd eləyərik ki, həmin Azərbaycanlı futbolçularla uzun müddət uğur qazandılar. Son dönəmləri, ola bilər gənc azarkeşlər köhnə illəri xatırlamasınlar. Son dönəmlərdən Elvin Cəfərquliyevi, biz Bəhrul Mustafazadəni, bu kimi yaxın keçmişdə Qara Qarayevi, Maksim Medvedevi, yəni belə nümunələr çoxdur əslində Qarabağda. Əfran İsmailovu, Rauf Əliyevi, Vüqar Nadirovu, Vaqif Cavadov, yəni bu futbolçularla doğru qazana bilmişdik. Yaxşı olardı ki, klublarımız gətirsinlər səviyyəli əcnəbi futbolçular, amma həm də akademiyalardan ən azı çox demirəm, hər klubumuz il ərzində 1-2 yaxşı bir yetirməsini əsas komandaya qazandırmaqla bərabər Azərbaycan futboluna qazandırsınlar. Ona görə bu bir qədər ögey münasibəti məncə təbii qarşılayır.